8 noyabr Zəfər günü münasibəti ilə Qarabağ qələbəmizin 5 illiyinə həsr olunmuş Dəmir Yumruq Böyük Zəfər adlı möhtəşəm tədbir keçiriləcək. Tədbir Beynəlxalq Turan Dövlətləri Təşkilatının Azərbaycan təmsilçiliyi tərəfindən təşkil olunur. Bu əlamətdar gün münasibəti ilə keçiriləcək tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, şəhid ailələri, qazilər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, eləcə də bütün peşə sahələrindən tanınmış simalar iştirak edəcək. Tədbirin əsas məqsədi Azərbaycan ordusunun 2020-ci il Vətən müharibəsində qazandığı tarixi qələbəni, xalqın birliyini və dövlətimizin gücünü bir daha nümayiş etdirmək, həmçinin bu qələbəni bizə bəxş edən şəhid və qazilərimizin qəhrəmanlığını dərin ehtiramla yad etməkdir. Mərasimdə zəfər tariximizi əks etdirən video çarxlar, bədii kompozisiyalar, şeir və musiqi nömrələri, həmçinin vətənpərvərlik ruhunda çıxışlar təqdim olunacaq. Tədbir iştirakçıları Qarabağ zəfərinin tarixi əhəmiyyətindən, gənc nəslə ötürülməsinin vacibliyindən danışacaqlar. Layihənin rəhbəri Orxan Şahbazov bildirib ki, Dəmir Yumruq Böyük Zəfər tədbiri təkcə bir bayram mərasimi deyil, həm də xalqımızın birlik və qürur simvolu, vətənə sevgi andı olacaq. Bu tədbir 8 noyabr Zəfər gününün milli həmrəyliyimizin və dövlət müstəqilliyimizin əbədi rəmzinə çevrildiyi bir daha təsdiqləyəcək.